Bakıda fəaliyyət göstərən məşhur Okean Avtosalonun satış meneceri və qanuni təmsilçisi Səbuhi Məmmədov vəzifəsindən azad edilib. Qaynar infonun məlumatına görə buna səbəb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məşhur Okean Avtosalonunda aparılan səyyar vergi yoxlamaları zamanı külli miqdarda vergi pozuntularının aşkarlanması olub. Belə ki, idarə tərəfindən Okean Avto 2011 məhdud məsuliyyətli cəmiyyətinə məxsus Okean Avtosalonlarında aparılan səyyar vergi yoxlamaları zamanı 1,5 milyon manata yaxın vergidən yayınma halı aşkarlanıb. Nəticədə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlb etmə qərarının nəticəsində Okean Avto 2011 MMC-yə 994.700 manat əlavə vergi, 510.112 manat maliyyə sanksiyası tətbiq edilib. 2011-ci ildən Okean Avtosalonlarının qanuni təmsilçisi və satış meneceri vəzifəsini tutan Məmmədov Səbuhi Ənsaroğlu vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Qubadov Malik Elxanoğlu gətirilib. Okean Avtosalonundan Səbuhi Məmmədovun Malik Qubadovla əvəzlənməsini təsdiqləyiblər.